Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bu hündüşkalarımızda bilirsiniz ki gözlerinde şişme var idi. Xəstələnmişdilər, kıkıltı kimi bir şeyler de var idi. Esas gözlerinin altı şişmişti. Bununla bağlı sizlerden hem məsləhət istemiştim, ne edə bilərəm diye, hem de özüm ne etsem sizlerle çekip paylaşacağımı demiştim ki, aranızda eğer belə problemler yaşayan varsa, bəs onlar üçün də bir xeyir olsun, belə demək lazımdırsa. Ve ben bugün artık bunları etmişim. Bugün artık 3. gündür bunlara ettiğim dərmanın 4-cü günə keçib hətta, belə demək lazımdırsa. İstedim sizlere çekim ki artık ne eylemişim, ne cür xeyri oldu, ne oldu, ne olmadı, hamısını sizlere çekim dedim, göstereyim dedim. Demek bunlarda gözlerinin altında şişme var idi. Ben sizlerden məsləhət istedim ki ne edeyim. Gördüm artık sizlerden bir məntiqli bir açıqlama gelmedi. Ben o göz şişmelerinde necə deyim, oksitetraskirin verirdim, ultraseptol verirdim, pensilini su verirdim. Keçirdi ama daha uzun sürü çekirdi ve bəzisində ağır dərəcəli olanlarda ise keçmirdi. Ben baktım ki sizlerden bir normal bir məsləhət gelmedi, məntiqə sıxan bir məsləhət gelmedi. Yine öz bildiğimi ettim, pensilin aldım, iğne vurmak için getdim baytara ki pensilin alım bunlara. Hem de bir baytarına məsləhətləşim, başka dərmanlarım da bitmişti, bu oksitetraskirin falan kimi onlardan alacaqdım. Baytarın mənim məsləhəti o oldu ki, bəs pensilinlə beraber streptomitsin diye bir antibiyotik de var, iğne. Məsləhət o bildi ki tek pensilini vurmayım, ikisini bir yerde karıştırın vurum. Çünkü ikisi de zaten antibiyotikti ama ikisini bir yerde karıştırıp vurmağımı məsləhət bildi ve ben de getirdim, ikisini karıştırdım, hərəsinə 1 qram döş hissəsindən vurdum. Deməli 2 flakon streptomitsin, 2 flakon da pensilin aldım. Hərəsinə 10 qram su qattım. Zaten məndə 19 dənə hündüşka var idi. Yəni 20 qram belə demək lazımdır su qattım. Hərəsinə də 1 qram sinə hissəsindən vurdum. Mən zaten tek pensilin vuracaqdım. Çünki o bilirəm o xeyir eləyir. Və beləcə mənim ən ağır quşum o ağ idi. Digərlərində də yoluxmuşdu amma o qədər ağır değildi. Onlarda bir 3 tanesinde de yoluxmuşdu. Video çekenden sonra işte gözleri falan şişmişti. Mesela biri elə o quşun falan. Xeyir elədi bu arada, onu demək lazımsa sizlərə. Xeyir elədi. Vəziyyətləri yaxşıdır. İğnəni bugün vurdum. Üstündən 24 saat keçəndən sonra o yüngül halda xəstə olan quşlarım var idi. Onlar da zaten sırazı keçdi. En ağır olan o quşum idi. O da bilirsiniz ki biraz çıxışdan hem göbeği açıq çıxmışdı, hem quş hündüşkanın dili belə yoxdur. Yəni düzəməlli çıxmayıb da. En ağır oydu. O da dünən axşamdan çəkilib. Yəni azca şiş kimi qalıb, amma dünən axşam şişdi. Normalde onun gözü o qədər şişirdi ki, gözü yeməyə görmürdü. Yəni sıxıb o çirki çıxardırdım ki, yem yeyə bilsin, gözü görsün. Yəni o belə düzəldi. Hal-hazırdakı vəziyyətləri yaxşıdır. Yem yeyirlər. O xəstələnənlərin yem yeməsi belə zayıflamıştı, azalmıştı. Yeyirlər, indi hal-hazırda bir şeyleri yoktu. Bunların 2 ayları demək ayın 25'i tamam olub, 24'ü mü 25 mi nəsə elə tamam olub. İçində hələ 3 dənəsi var ki, o ağla beraber 3 dənəsi var ki, onların da 2 ayı hələ 1-2 gündür tamam olub. 6 gün o birlərdən sonra çıxıblar. Digər hündüşkalardan 6 gün mü 8 gün mü nəsə sonra çıxıblar. Belə hal-hazırdakı vəziyyətləri yaxşıdır. İnkişaflarından desən ki, Ayxan razısanmı? Yəni razıyam. Bundan artıq çox da yerli hündüşkalar bundan artıq bu qədər vaxtda inkişaf etmirlər. Bir tık daha böyük ola bilərdilərmi? Ola bilərdilər. Onu da nə təsir eləyir? Məsəl üçün bunlar biraz bilirsiniz körpə vaxtı xəstə oldular. Bir çoxunun o xəstəliyi sıxdı. Daha sonra mən bunlara artıq biraz ölüm halları çox oldu. Çıxışdan zəif çıxdılar deyini. Biraz həvəsim öldü bunlara qarşı, belə demək lazımsa. Çox da bunlara bahalı yem vermədim. Düzdür, hə bir ay başlanğıc broiler yemi verdim. Hə ondan sonra amma çox da bunlara bahalı yem vermədim. Artıq keçdim biraz ucuz yemlərdən aldım, verdim. Yəni onlardan alıb verilsəydi, məsələn broilerin 2 nömrəsindən falan bunlara verilsəydi, daha iri cüssəli ola bilərdilər. İndiki hallarda daha böyük ola bilərdilər. Amma dediyim kimi mən çox da bunlara artıq fikir vermədim ki, artıq nə olar, nə qalar. Yəni amma belə ümumi götürsək mən bunlardan hal-hazırda bir narazılığım yoxdur. Razıyam. Yəni inkişafları normal gedir. Heç bir şeyləri yoxdur. Bu göz şişmə də desəz, zaten məndə artıq 2 ildir hündüşkalarıma bu göz şişmə düşür. Özüm evdə ya pensilinli su verirəm,
oksitetraskirin ultraseptolla keçirməyə çalışıram. Bir çoxunda keçir, amma biraz uzun çəkirdiyini məni yorur. Yəni ölüm halı yaşamamışam bu üz göz şişmədə. Mən heç vaxt ölüm halı yaşamamışam. Geç keçirdi deyə istedim tez keçən bir şey olsun. Zaten bu belədir. Antibiotiki iğne şəklində heyvanlarınıza vuranda, yəni dərman formasında və yaxud da ki suyunda verdiyinizdən daha tez nəticə alırsınız və daha effektiv olur. Amma dediyim kimi mən iğne vura bilmirəm deyə çox da iğnəyə üstünlük vermirəm. Hər dəfə qonşunu çağırıb xahiş eləmək olmur ki, bu iğnələri vur. Amma da özümə söz vermişəm. Bundan sonra özüm bu iğnə vurmağı yoxlayıb öyrənməliyəm. Öyrənməliyəm deyəndə əslində vururdum. Prosta əlimdə bir-iki dənə ölüm halı oldu. İğne vurdum, öldü deyə qorxurdum. Amma bundan sonra da özüm gərək vuram. Çünki heyvan saxlayırsınızsa məcbursan bunların hamısını öyrənməyə. Dediyim kimi, amma bu məsləhətim odur ki, siz 1-2 gündən, 3 gündən ara verəndən sonra o iğnəni təkrar, əgər özünüz vura bilirsinizsə, o iğnəni təkrar vurmağınız məsləhətdir ki, tamamilə xeyir versin. Çünki mən sadəcə bir dəfə verdim. Amma siz imkanınız varsa 2 gündən sonra, 3 gündən sonra o iğnəni təkrar 1 qramdan bunların sinə hissəsinə vurun. Onda daha effektiv olar sizin üçün. Gedək istəyirsiniz sizə ördəklərdə göstərim. Ördəyin də yumurtalarına baxmışam. O haqqında da məlumat vermək istəyirəm. Sizlərə neçə ədəd dolu çıxdı. Toyuğun altındakilərə baxmışdım, amma ördəyin altında olanlara baxmamışdım. Elə videonu söndürmədən gedək. Baxaq. Baxın, o hündüşkamız da hələ durmayıb. Yumurta götürüb sındırıb indi. Bu hündüşkamız da hələ qırtdı. Onu neyiniyəcəm bilmirəm. Ördəyə də çox problem yaradır dostlar. Ördəyin ağzını açıq qoya bilmirik. Gediyor ördəyə durğuzur, onun yerində yatır. Bu da bizim buraxmalarımız. Bunları da göstərim. Bunlardan da istəyən olsa satdıq var bu arada. Ördəyə durğuzuruq dostlar. Gedib ördəyin yerində yatır. Ördəyin yumurtalarını xarab edir. Yazlığın qapısını bağlamaq məcburiyyətində qalırıq. O da burada isti olur deyini, biraz narahat olur qapısı bağlı olanda. Demək, ördəyimizin də vəziyyəti budur. Dünənləri baxdım. Demək dostlar, bu ördəyimiz tam olaraq 40 dənə yenə yumurta yumurtamış oldu. 20 dənə yumurta ilə bastırmışdıq. Düz 25 dənə yumurta yumurtamış oldu. Öz altına da təkrar, çünki 15'ini də toyuğun altına qoymuşduq axı. Tamam olaraq 40 dənə yumurta oldu altında. Baxdım yumurtaların içərisinə 2 gün qabaq, cəmi 5 dənəsi dolu deyil. O da belə deyim də sizlərə. Onların da hamısında döl olub, yaranıb, sonra xarab olub. O da nə idi səbəb? Bu hündüşka getdi, gəldi, yatdı bunun yerində. Durğuzdu bunu, yatdı bunun yerində. Ördəklə hündüşkanın yatmasının arasında fərq var. Axı, gah o yatdı, gah bu yatdı. Biraz yumurtaları mən düşünürəm ki, o 5 dənə yumurtanı o xarab elədi. Çünki hamısının içində döl yaranıb və ölüb. O hündüşkanı artıq bu qapını bağlı saxlayayım ki, hündüşka buraya gəlməsin. Hündüşkanı çox güman ki, sabaha birisi günü qırt bastıracağım. Yəni onun cücəsi mənim üçün artıq önəmli deyil. Sadəcə ona çalışıram ki, gəlib buraları narahat eləməsin. Nə çıxardır, çıxarsın, ölür, qalırsın. Sadəcə yəni başımdan açılsın. Mən düşündüm ki, o aylar təzədən yumurtayar. Payıza da olsa hündüşka balamız olar, amma da edəcək bir şey yoxdur. Onu belə çox pırlaya bilmirəm ortalıqda. Yəni bastıracağım, yatsın, nə çıxardar. Ondan da nə ölər, nə qalar. Qısacası bunun da altında 20 dənə yumurta dolu olmuş oldu. Biraz yuxuluyam və yorğunam, üzrü sayın. Ona görə tam olaraq cümlələri qura bilmirəm. Elə bunun da altında dediyim kimi 20 dənə yumurtası dolu olmuş oldu. Soruşanlar vardı ki, bunun balasından satacaqsan. Dostlar, bunun balasından 20 dənəsini özümə saxlayacağım. 12 dənə toyuğun altında doludur, 20 dənə də bunun altında doludur. Nə çıxacaqsa 20 dənəsi özümündür, geri qalanlarını satacağım. Amma artıq istəyən var, onları atacağım. Əgər istəyəcəklərsə satacağım. Yox, istəyən olsa öncədən zəhmət olmasa mənə desin. Ünvanlı saatdan öncə başqa rayona göndəriş eləyə bilməyəcəm. Kimsə gəlib saatdan götürməli olacaq. Əgər istəyənlər olsa öncədən mənə desin. Yəni sırayla istəyənlərə bir-bir atacağım balalar çıxanda. Kim götürdü, kim istəyəcəksə ona da verəcəm. Dediyim kimi hal-hazırda bir 20-32 dənə dolu yumurta var toyuğunun bunun altında. Neçəsə çıxacaq bilmirəm. 20 dənəsini özümündür, geri qalanların satacağım, amma onu indidən sizlərə bildirmək istədim. Belə dostlar, bu arada sizlərə demişdim, baxın, o qold buraxma xoruz, bu fərə və o qold buraxmanın da fərəsi var həm burada. Baxın, hündüşka gəldi, təzədən yatdı. Baxın bu. Bunlar bu 3 dənə yetişkin buraxmalarımızdan satdıq var. İstəyən olsa yazsın, ünvan saatına öndə başqa rayona göndəriş eləyə bilmirəm. Və belə
buraxma cücələrdən satdıq var. Onun balacaları da var. Bir tık balacaları da var. Onlardan da satdıq var. Yəni qısacası istəyən olsa mənə yazsın. Baxın bu da baxın belə olurlar. Baxın. Böyüyəndə belə olacaqlar. Baxın. Buraxma xoruzumuzdur. Yəni, çox gözəl. Mən çox sevirəm bu buraxmaları. Həqiqətən mənim çox xoşuma gəlir. Baxın belə xoruz. Ayağın tükünü falan da yəqin ki gördünüz. Hə. Qazlarımızı da sizə göstərmək istəyirəm. Çünki qazlarımızdan və ördəklərimizdən bir neçədə təkrar satmışam. Desəz ki, Ayxan niyə? Çünki alıcı gəlmişdi. Ördəklərdən də satmaq niyyətim yox idi. Amma niyə satdım? Onu da sizlərə deyim. Gördüm ki, cücələrdən sata bilmirəm. Cücələrdən də satmışam bu arada 12 dənəsini. Amma gördüm ki, cücələr biraz ağır gedir. Dedim ki, zaten nə fərq var? Ördəyi kəsib yemiş, yoxsa cücəni kəsib yemiş. Elə ördəkdən bir neçəsini ədədini satdım, onun əvəzində cücələrdən satmayacağam, cücələrdən saxlayacağam. Yəni belə çox aralarında nə fərq var ki, ya ördək ya cücə kəsib yeməyə bir şey olsun da, fərqi nədir ki? Amma ördəkdən zaten kəsib yeməyimizə var, çünki 27 dənə idi. Belə.